Salam Təzadlar TV-nin dəyərli və sadiq izləyiciləri. Bugün sizinlə mən Yasemin Məmmədlidir. Bugünkü mövzumuz isə el arasında deyilən qızıl axtaranlar, əslində isə qara arxeologiya və bu günlərdə qara arxeologiyanın çiçəklənməsinə, Azərbaycanda şərait yaradanlar, rəvac verənlər, tarixi irsimizin dağıdılmasına, xarici daşınmasına, məhv edilməsinə səbəb olan şəxslər və qurumlar barədədir. Hansı ki, bu barədə bir neçə gün öncə Təzadlar qəzetində tarixi mədəni irsimizə qənim kəsilənlər adlı araşdırma yazı dərc edilmişdi. Düz bu həmən yazıdan sonra redaksiyamıza ziyalılar, alimlərimiz, ictimaiyyət nümayəndələri zəng edirlər, fikirlərini bildirirlər. Həmin yazının təkrarən gündəmə gətirilməsini, məsələnin daha ciddi formada ölçülüb biçilməsini, həmən işlərin araşdırılmasını istəyirlər. Elə bu məsələ ilə bağlı həmin yazının müəllifini, araşdırma yazını bizə təqdim edən çox hörmətli, deməli, AMİA-nın, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor, əməkdar jurnalist, çox hörmətli ziyalımız və alimimiz Qafar müəllim Cəbiyevi studiyamıza dəvət etmişik. Xoş gəlmişsiniz Qafar müəllim. Sözümün əvvəlində də qeyd etdiyim kimi Qafar müəllim, həmin yazdan sonra redaksiyamıza çoxsaylı zənglər olub. Onlar bu məsələnin daha geniş müzakirəyə çıxarılmasını, əslində bu səbəbləri və səbəbkarların ictimaiyyətə təqdim olunmasını istəyirlər. İstərdim ki, lap əvvələ gələk. Ümumiyyətlə, qara arxeologiya tarixən nə zamandan bu Azərbaycanda kök salmağa başlayıb? Əvvəla dəvətə görə təşəkkür edirəm. Sonra onu demək istəyirəm ki, mənim bu mövzuda yazdığım ilk yazı deyil. Dəfələrlə bu mövzuda mətbuatda çıxış eləmişəm, televiziyalarda çıxışım olub, tədbirlərdə, ictimai siyasi tədbirlərdə çıxışlarım olub. Amma tam səmimi deyirəm ki, bu yazı qədər geniş rezonans doğranı olmamışdı. İndi siz deyirsiniz, redaksiyaya müraciətlər olub, rəylər bildiriblər. Şəxsən mənim özümə də deyim ki, 100-ə qədər rəy bildirən insan olub. Bunların içərisində mütəxəssislər var, alimlər var, ziyalılar var. Hətta xaricdən mesaj göndərənlər var, rəğbət bildirənlər var, hirslənənlər var ki, yəni bu dərəcədə də olmaz. Qara arxeologiyanın, onun başqa adı desək, dəfini axtaranlar, qızıl axtaranlar, qeyri-qanuni yolla bu işlə məşğul olanlar nəzərdə tutulur. Bunun tarixi çox qədimdir. Konkret ona dövr demək bir qədər çətin olar, amma hər halda Azərbaycan şəraitində hələ 19-cu əsrin sonlarında bu məsələ, bu hal, bu deyək ki, meyl artıq kifayət qədər geniş yayılıb. Azərbaycanın bir sıra ərazilərində dəfinə axtarmaq adı ilə abidələr dağıdılıb. Daş qoç fiqurları vəhşicəsinə sındırılıb, güya onun içərisində qızıl gizlədilibmiş. Sonra Makedoniyalı İskəndərin güya Şamaxı yaxınlığında böyük bir dəfinəsi saxlanılır. Bu adla ərazidə, Şirvan ərazisində, Şamaxı ətrafındakı abidələrdə çox böyük dağıdıcılıq işlər görülüb və müəyyən araşdırmalardan sonra şəxsən mən bu qənaətə gəlmişəm, bu elmi cəhətdən təsdiq olunub, faktlarla, yazılarla təsdiq olur. Bu dırnaqarası ideyanı ortaya atan ermənilər olub. Yəni, qızıl axtarmaq adı ilə abidələr dağıdılsın. Bu ermənilər üçün elə deyək ki, Azərbaycanlılara məxsus tarixi mədəni irsin dağıdılması, məhv edilməsi ermənilər üçün elə qızıl tapmaq üçün bir şey idi. Və kifayət qədər maarifçilik olmadığından, nəzarət olmadığından ermənilərin bu işləri, bu məkirli siyasəti xeyli dərəcədə öz reallıqda həyata keçirilir. Çoxsaylı abidələr saya bilərəm ki, mən məhz 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ermənilər tərəfindən və ermənilərin fitvası ilə özümüzkilər tərəfindən dağıdılır. Dağıntı hallarında iştirak edən xarici mütəxəssislər olub. Xarici, deyək ki, qızıl axtaranlar rol oynayıblar xeyli dərəcədə. Bu cəhətdə mən 19-cu əsrin sonlarında Azərbaycan ərazisində geniş şəkildə qızıl axtarmaq
adı ilə güya tarix mədəni irsi öyrənir. Fransadan olan Morgan qardaşlarını qeyd eləmək istəyirəm. Morgan qardaşları Azərbaycanın Qarabağ ərazisində, xüsusilə də Cənub zonasında çox saylı abidələri dağıdıblar. Həmin abidələrdən əldə edilədiyi yəni, maddi mədəni irsi təkcə qızıl material məmulatından getmir. Və həmin abidələrdən elə tarixi cəhətdən dəyərli incilər, artefaktlar aşkara olunub ki, onların hamısını aşkar və ya gizli yollarla Avropaya daşıyıblar, Avropanın kolleksiyonerlərinə satıblar, muzeylərə satıblar. Həmin məmulatların xeyli hissəsi, materialların xeyli hissəsi bu saat Fransanın muzeylərində saxlanılır. Özü də pis orasıdır ki, həmin məhsullar, tapıntılar, dəyərlər erməni və fars adında mədəniyyəti nümunələri kimi dünyaya təqdim edilir. Əfsuslar olsun ki, müstəqillik dönəmində Azərbaycan tərəfindən həm siyasi xətlə, diplomatik xətlə, elmi xətlə dəfələrlə müraciət olunmasına, cəhdlər göstərilməsinə baxmayaraq, Fransa muzeylərində həmin materiallar bu günə kimi yenə də erməni və fars tarixi mədəni dəyərləri kimi təqdim olunmaqdadır. Və iş o yerə çatmışdır ki, Morgan qardaşları Azərbaycan ərazisində o qədər dağıntılar törətmişdir ki, hətta Çar Rusiyası rəhbərliyi bundan xəbər tutub, Morgan qardaşlarını Azərbaycandan qovmuşdu. Və onlar Azərbaycandan qovulandan sonra keçib Araz çayının o tərəfində, İran tərəfindən həmin mədəniyyəti, yəni bizim orada böyük mədəniyyətimiz var, Araz çayının o özü. Orada başladılar həmin əməlləri davam elətdirməyi. Və əfsuslar olsun ki, 2000-ci illərin əvvəllərində Fransanın dırnaqarası elmi dairələri Azərbaycanla yenidən əlaqəyə çıxdı. Azərbaycan Milli Elmlər Akademiyasına əlaqəyə girdilər. Güya Morganın elmi irsinin izi ilə gəlib burada bir layihə həyata keçirdilər. Yardımlı rayon ərazisində, Leriç rayon ərazisində, o ərazilərdə bir neçə güya tədqiqat apardılar və dəhşət burasındadır ki, onlara şərait yaradan adamlar, akademiyadan o sahəyə cavabdeh olan insanlar və o tədbirlərdə, o ekspedisiyalarda iştirak edən adamlar fransızların orada nə ilə məşğul olduğunu da necə deyirlər, nəzarətdə saxlaya bilmədilər. Ümumiyyətlə xəbərləri olmadı, yox, xəbərləri oldu. Bizim akademiyanın, arxeologiya və etnografiya institutunun razılığı ilə güya bircə ekspedisiyadır. Həmin ekspedisiyada Azərbaycan tərəfindən iştirak edən adamlar əslində heç o tapıntıların sənədləşdirilməsinə, tədarükünə, harasa yerləşdirilməsinə, onları sonraki taleyində iştirak etməyə də imkan yaradılmadı. Və məndə olan məlumata görə hətta həmin materialların xeyli hissəsi diplomatik poçtla Fransa səfirliyi vasitəsilə Fransaya ötürülüb. Mən sadəcə akademiyanın, arxeologiya və etnografiya institutunun fondunda keçən illəri o materialların taleyi ilə maraqlandım, dəhşətə gəldim. Deməli, ekspedisiyanın hesabatı yoxdur. Tapılmış materialların bəziləri var, bəziləri yoxdur, nömrə ardıcılığı ilə. İnventar kitabı olmayandan sonra nədən söhbət gedir? Pasportlaşma olmayıb. Belə bir orada deyim ki, sizə biabırçılıq baş verir. Əfsuslar olsun ki, təkcə tarixi mədəni irsimiz bu xətlə dağıdılmır. Başqa xətlərlə də bu sahədə çox ciddi problemlər yaranır. Elə o sualı mən vermək istərdim ki, nə zamandan bəri ümumiyyətlə siz bu baş verənlərdən xəbərdarsınız? Bu baş verənlərlə bağlı da müraciətlər edirsiniz aidiyyatı qurumlara. Mən ali məktəbi 74-cü ildə bitirmişəm. 74-cü ildən bu proseslərin içindəyəm mən. Dağılanı da görürəm, dağılanı da görürəm. Yox, bu son illərlə bağlı bu müstəqillik qazandıqdan İş orasındadır ki, müstəqillik dönəmində, xüsusilə müstəqillik dönəmində Azərbaycanda tarixi mədəni irsin qorunması ilə bağlı qanunvericilik yetərincə işlənib, təkmilləşdirilib, konstitusiyada yer alıb, konstitusiyanın bir neçə maddəsində, o cümlədən 40-cı maddədə qeyd olunur ki, tarixi mədəni dəyərləri qorumaq hər bir Azərbaycan vətəndaşının borcu və vəzifəsidir. Amma görək biz bu borcu, vəzifəni icra edirikmi? Tarixi mədəni irsin qorunması ilə bağlı deyək ki, aidiyyəti qurumlar, mən vətəndaşları deyirəm, ziyalılar deyirəm, yerli hakimiyyət strukturlarını, burada bələdiyyələr var, sahə müvəkkilləri var, yerli icra nümayəndələri var, hüquq mühafizə orqanları var.
Bunlar hərəsi öz üzərinə düşən borcu yerinə yetirirmi? Son vaxtlar baş verən faktlar, ortaya çıxan dağıntılarla bağlı daxil olan siqnallar göstərir ki, əfsuslar olsun ki, yerlərdə bu sahədə çox ciddi boşluqlar var. Çox ciddi məsuliyyətsizlik var, diqqətsizlik var. Bu məsələyə münasibətdə demək olar ki, həssasiyyət yox dərəcəsindədir. Mən o dərc olunan yazıda bəzi faktlar göstərmişdim. İsmayıllı rayonundakı dağıntılarla bağlı. Məsələn, təsəvvür edin, rayonun Sulu kəndində məscid dağıdılıb. Zeyvə kəndində dağıntılara yol verilib. Gəndov kəndində dağıntılara yol verilib. Niyal qalasında dağıntılara yol verilib. Abidələri mühafizə ilə məşğul olan yerli işçilər, yəni mədəni irsin qorunması, inkişafı və mühafizəsi dövlət xidmətinin əməkdaşları var, abidə mühafizəçilər. Bunlar rayonun hüquq mühafizə orqanlarına, polisə zamanında məlumat veriblər. Polis araşdırıb, araşdırmayıb deyə bilmərəm, amma bir onu mən bildim ki, araşdırmanın əsası mənə məlum oldu ki, Suludakı dağıntılarla bağlı sahə müvəkkili orada iş aparıb, hətta dağıntılarda istifadə olmuş o mühərriki, generatoru müsadirə eləyib. Yaxşı, generatoru kimdən almışsan? O adamlar bəllidir. Bunlar niyə cəza alması? Məsələ sona çatdırılmayıb. Məsələ sona çatdırılmayıb. Lahıçda baş verənlərlə bağlı, Niyal qalasında baş verənlərlə bağlı tədbir görülməyib. Öz başınalıq o yerə çatıb ki, Niyal qalası, Niyal Fiddağ silsiləsində orada böyük bir şəhər yeri var, Fiddağ şəhəri. Şirvan xan, Mustafa xan İran və Rus qüvvələrindən, hücumlarından çəkinərək, ehtiyatlanaraq Ağsu şəhərini köçürür Fiddağına. Orada böyük bir şəhər salır qısa müddət ərzində və mənbə məlumatlarına göstərilir ki, həmin şəhərdə 10 minə yaxın əhali yerləşdirilib. Şahlığın xəzinəsinə qədər orada yerləşdirilib. Həmin şəhərin qalıqları dağın zirvəsində durur və dağıdıcı elementlər, həmin o yazıda adı gedən qüvvələr gedib həmin ərazidə çadırlar qurublar, texnika aparıblar, çox sayılı işçi qüvvəsi cəlb ediblər ora və təxminən mən həmin əraziyə baxdım, ən azı bir 10-15 nəfərlə orada ən azı bir ay iş gedib. Elə bu söhbətim 6-7 metr dərinliyə qədər təxminən bir 500 kvadrat metr sahə qazılıb, bina qalıqlar çıxılıb, dağıldırıb, tökülüb və bu bilirsiniz nə vaxt üzə çıxıb? Orada iştirak edən bir Lahıç sakini o pay bölgüsündə narazı qalıb. Bunu inci salıblar, bu da götürüb sosial şəbəkələrə çıxarıb, məsələni ictimailəşdirib. Məsələ belə aydınlaşıb. Şəkidə bundan betər əhvalatlar baş verib. Şəkinin Daşüz kəndində, Cəfərabad kəndində, Sarıca savxozunda illərlə, bu bir il yox, 2 il yox, 3 il, bir neçə il dalbadal bu cür dağıdıcı hallar olub, qızıl axtaranlar gəlib abidəni dağıdıb, texnika tətbiq ediblər, polis işə qarışıb, hadisə yerində günahkarlar tutulub, onların işi sənədləşdirilib, amma sonu, məsələn, şəxsən mən mətbuatı izlədim, bura heç də tapamadım ki, yaxşı, bu insanların taleyi nə olub? Bunlar, cəmiyyət bilməlidir ki, bu abidəni dağıdan bax tutuldu, cəzalandırıldı, cərimə olundu. Digərlərinə də görk olur. Bax, görk olmur. Bax, bu sayədə Yasemin xanım çox ciddi boşluqlarımız var. Elə bu söhbətin bu yerində elə onu demək istəyirəm ki, necə ola bilir ki, ayrı-ayrı məsələn insanlar, özəl şirkətlər icazələr alırlar. Məsələn, adından da göründüyü kimi Azərbaycan Milli Elmlər Akademiyasında ki, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və oranın institutun icazəsi ilə tədqiqat işlərinə aparılmalıdır. Bəli. Amma olur ki, özəl şirkətlər, ayrı-ayrı şəxslər, xüsusi texnikalar, qızıl axtarma maşınlar, bilmirəm, cihazlar əldə edirlər, gedirlər orada özləri üçün qazıntılar aparırlar. Bu necə baş verə bilər? İcazə verin, orada bir neçə nüansa aydınlıq gətirim. Birincisi, arxeoloji qazıntı aparmaq səlahiyyəti yalnız əlində Arxeologiya İnstitutunun verdiyi vəkalətnamə olan şəxslər apara bilər. Yəni, Azərbaycanda heç bir qurum qazıntı aparmaq üçün vəkalətnamə, yəni icazə vərəqəsi verə bilməz. Bu icazə vərəqəsi də hər kəsə verilmir. Arxeoloji tədqiqat aparmaq təcrübəsi olan, elmi dərəcəsi olan, bu işdə səriştəsi olan adamlara verilir. Və həmin vəkalətnamənin yuxarı hissəsində qeyd olunur. Harada, nə vaxt
nə müddətə tədqiqat gedəcək. Yəni, mən elmlər doktoruyam, professoram, arxeologiya institutunun aparıcı elm işçisiyəm, 40 ilə yaxın tədqiqat təcrübəm var, biraz da artıq. Mən istədiyim yerdə gedib qazıntı apara bilmərəm. Hətta əlimdə vəkalətnamə olanda belə istədiyim yerdə qazıntı apara bilmərəm. Mənim vəkalətnaməmdə göstərilir ki, sən deyək ki, iyul ayının 1-dən 31-nə kimi Qəbələ rayonunun Çuxur Qəbələ kəndi ərazisindəki qədim şəhər yerində qala adlanan hissədə tədqiqat aparasan. Vəssalam. Mən ondan kənara çıxsam artıq tələbləri pozmuş olurum. Ona görə də heç kəs qazıntı digər qurumların, şəxslərin, hüquqi ya fiziki şəxslərin tədqiqat aparmağına icazə yoxdur. Bu özbaşınalıqdır, bu qanunsuzluqdur. Əfsuslar olsun ki, Azərbaycanda son vaxtlar mənə bəlli olub, əlimə müəyyən sənədlər keçib ki, illər uzunu özəl şirkətlər olub. Bunlara hətta Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən bunların şəhadətnaməsi təsdiq olunub, nizamnaməsi təsdiq olunub və açıq baxıram, həmin nizamnamədə göstərilir ki, bu şirkət səndibə arxeoloji qazıntı apara bilər, arxeoloji materialları təsvir edə bilər, nə bilim, onları ümumiləşdirə bilər, nə bilim, onların dövriyyəsi ilə məşğul ola bilər və s. və s. İnanın, bu A-dan Z-yə qədər qanunsuzluqdur. Cinayətdir. Bu cinayət faktıdır. Həmin sənədləri verən adamların əli kəsməyə, onları cəzalandırmaq gərəkdir. Və həmin o deyək ki, özəl şirkətlərin bəzi nümayəndələri ilə mən söhbət eləyərkən dəhşətə gəldim. Mənə ayrı-ayrı arxeologların adını çəkdilər ki, bizimlə birlikdə filankəs də iştirak edib, filankəs də işləyib. Sizin direktorlardan, Arxeologiya və Etnografiya İnstitutunun direktorlarından filankəs və filankəs bu işin içindəydi. Biz ona müraciət eləmişik, o bizə istiqamət verib, o bizə mütəxəssis verib. Yəni, bu dərəcədə, üzr istəyirəm, özbaşınalıqlar baş verib. Əslində bu təkcə mən... Bu başqa bir tərəfini demək istəyirəm. Tədqiqat aparanlar, əksəriyyətin əlində müasir cihazlar var. Bəli. O qızıl axtaran cihazlar deyirlər, nə deyirlər o. Hansı ki, o cihazlardan özdə ən yeni nəsil. Müasir. Hansı ki, o cihazlardan heç köhnə nəsillər olan deyək bir nümunəsi də akademiyada yoxdur bu gün. Biz gedirik lapatka ilə, kis, nə bilim, şotka ilə, bıçaqla, iğnə ilə, qıyıqla işləyirik, üfürə-üfürə işləyirik. Bu adamlar isə buldozerlə, ekskavatorla, o mina axtaranlar kimi xüsusi cihazlarla axtarırlar, qazırlar, dağıdırlar. Adama deyərlər ki, qardaş, Azərbaycanın bazarlarında bu texnika satılmır. Bu texnika avadanlıqlar yoxdur, açıq satışda yoxdur. Hardan gəlir? Bu ayrı-ayrı adamların əlinə haradan keçir bu? Yəni bunu bizim hüquq mühafizə orqanları görmür. Üzr istəyirəm, evdə kişi arvadı ilə mübahisə eləyəndə, ya müvəddəb yolunda bir uşaq obisi ilə mübahisə eləyəndə sahə müvəkkili tutur, izahat alır, araşdırma aparır. Yaxşı, bu dağıntıları görənlər yoxdur. Bunun üçün araşdırma aparanlar yoxdur. Buna məsuliyyət daşıyanlar yoxdur. Və məni təəccübləndirən başqa bir şey var. Həmin aparatlar, məsələn, mən o söhbət eləyəyim qızıl axtaranlardan biri mənə dedi ki, biz ilk dəfə aldığımız aparatın $60.000 dəyəri var idi. Bizi üçün xaricdən gətirdilər. Özdə elə bir adamın adını çəkir ki, belə titullu, vəzifəli və s. və s. Mən o sadalamağı özümə rəva bilmirəm. Ondan sonra deyir, bir neçə aparat da gəldi. İndi deyir, hətta biz başqa yeni bir şeylər barəsində fikirləşirik, böyük bir layihə. Ki, gətirib ondan sayır ki, filan rayonda filan yerdə qızıl var, gedib onu axtarası yox. Filan yerdə filan yer qızıl var, onu axtarası yox. 2-3 rayon adı sayır ki, filan yerdə qazdı, filan yerdə nəsə boşa çıxdı vədlərimiz. O cümlədən mən sizə görüntü göndərmişdim Zaqatalada. Bəli, operatorlarımız oradan qazıblar, tapa bilməyiblər. Yaxşı, bu kasıb adam, o əlində cihaz olan adamlar, əksəriyyəti belə təsadüf uşaqlardır, belə imkanı olmayan adamlar. O aparatlar onların əlinə hardan keçir? Bəli, mən yazıda da yazmışam. Bu vəzifəli, bir para vəzifəli və imkanlı şəxslər bu işin arxasında durur. O avadanlıqları alırlar, gətirirlər, sifarişi verirlər
və bir iki dənə də üzr istəyirəm, təsadüf adamı, narkoman, yer gəlmişsə deyim, Şəkidə qızıl axtaranlar tutularkən onların arasında İran vətəndaşları olub. Bunu da araşdırmayıblar, hara getdi bu adamlar. Yəni, bir daha təkrar edirəm, o qızıl axtaranların arxasında vəzifəli və imkanlı şəxslər durur. O avadanlıqları Respublikaya onlar gətirir, onlar alır və əldə olunan o deyək tapıntılar, təkcə qızıldan söhbət getmir, nadir tapıntılar keçir şəxsi kolleksiyalara, onlar indi hara ötürülür, hansı yolla ötürülür, onlar da çox mürəkkəb bir şeydir. Amma bircə faktı deyim ki, mən təkcə Bakının ayrı yerlərində çox saylı antik əşyalar satılan mağazalar hazırda da. Bir araşdırsınlar görək, onlar o materialları hardan alırlar, hansı kanallarla o şəbəkəyə o daxil olur. Onda biləcəklər ki, bu bəli, qanunsuz işdir. Yəni, bu yaxınlarda mən internet üzərindən də tanış olmuşdum. Almaniyadan gələn bir mütəxəssis, belə deyilənlər, elə eksponatlardır, sənətkarlıq əl işləridir. Bunları Bakıda alıb aparıb, muzeydən də alıb aparıblar bunları. Hazırda Almaniyadadır. Bunların öz muzeylərində saxlayırlar, amma Azərbaycanın adı yəqin ki, orada çəkilmir. Təxminən elə bir halım mən də oxudum, amma orada daha çox söhbət gedirdi müasir suvenirlərdən filandan, amma tarixi mədəni dəyəri ölkədən heç kəs çıxarmaq ixtiyarında deyil, çıxara bilməz. Tarixi mədəni dəyər, bilirsiniz, insanların belə bir düşüncəsi var ki, bu mənim həyətimdir, buradan nəsə çıxdı mənimdir, elə şey yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə yerin təkindəki hər şey dövlətə məxsusdur. Azərbaycanda ən çox qızıl tapan arxeoloq mənəm. Milli Azərbaycan Tarixi Muzeyində 43 adda qızıl predmeti şəxsən mən təqdim eləmişəm. Arxeoloji tədqiqatlar zamanı tapmışam. Azərbaycanda yeganə bu günə kimi ilk və sonuncu qızıl dəfinəsini mən tapmışam. Aparıb muzeyə təhvil vermişəm. Və bəzən məni dost tanış qınayıb da ki, sənə pardon verdin oraya, bir prezident yaratdın. İndi o biz arxeologlar deyir ki, sən belirlədin, indi bizdən istəyəcəklər, filan olacaq. Bilirsiniz, inanınız ki, mən Ağsudan dəfinəni tapanda qızıl pulları, Holland tukalları, 37-də də Holland tukat idi. Mən onu evdə ailəyəmə də göstərmədim. Mən təhvil verəndən sonra bildilər ki, belə bir şey oldu. Yəni, bilirsən. Sizdən sonra heç bir kəs qızıl tapmayıb, yəni araşdırma, axtarışlar aparılıb, amma tapılmayıb. Onu konkret deyənmərəm, qızıl tapılır. Dəfinədən söhbət gedir. Dəfinədən söhbət gedir. Ondan sonra da mən qızıl tapdım. Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında tədqiqat apararkən orada çox nadir qızıl əşyalar çıxdı. Çox nadir. Ümumiyyətlə, bu işlərin görülməsinə siz bir çox rayon icra hakimiyyətində çalışanların da adları çəkilir, Mədəniyyət Nazirliyinin, bir çox qurumların adı çəkilir. Bu işləri var. Vətənlə bağlı dəyərlər, xalqla bağlı dəyərlər hamınındır, hamına məsuldur. Orada mən ayırmıram məktəblini, müəllimi, məktəb rəhbərini, naziri və yaxud lap yuxarı vəzifədə olan insanları. Bu vətən bizimdir. Bu vətənin dəyərləri bizimdir. Bunu biz də qorumasaq kim oraya? Məsələn, düşməndir da. Erməni gəldi, Qarabağı işğal elədi, dağıtdı, talan elədi. Oranı şəhərlər, kəndlər yox oldu. Bizim tarixi mədəni dəyərlərimiz tankların, nə bilim, texnikanın, hərbi texnikanın altında qaldı, dağıdıldı, məhv edildi. Raket zərbələrinə məruz qaldı. Bu, bilirsiniz, bunu elədi düşmən də, bilirik. Bunun adı düşməndir. Düşməndən biz başqa şey gözləyə bilmərik. Heç gözləmirik də. Amma biz özümüz niyə qədrini bilməyək? Bilirsiniz, Azərbaycan vaxtı ilə akademik Mehmet Şahinov yazır ki, Azərbaycan ərazisi tarixi mədəni dəyərlərlə o qədər zəngindir ki, buranı həm də təbii muzey adlandırmaq olar. Azərbaycan ərazisində 3 milyon ilə başlayan Azıqda ki, o Quruçay mədəniyyət deyilir, Azıq mağarasında, alt təbəqədə rəhmətli Məmmədəli Hüseynov oradan tapılan daşları əsasən, daş alətləri arasında o adını qoymuşdular, Quruçay mədəniyyəti. Deməli, orada ən ibtidai daş alətlər idi. O sonraki dövrün daş alətləri insanlar daha çox yonurdular, incəliyirdilər,
biraz daha istifadəyə üçün əlverişli idilər. Amma ilkin o daş alətlər çox cobud olub, ağır olub, istifadəsi çətin olub. Həmin o 3 milyon ildən başlayaraq bax bu günümüzə qədər Azərbaycanın elə bir ərazisi yoxdur ki, orada o tarixi mədəni inkişaf mərhələ-mərhələ izlənilməsin. Bütün dövrlərə aid bizim abidələrimiz var. Onların bəziləri yaxşı öyrənilib, bəziləri zəif öyrənilib, bəziləri heç öyrənilməyib. Elələr də var ki, onu bəlkə də bugünkü imkanlar çərçivəsində öyrənmək lazım deyil. Gözləyək, bəlkə bir 5-10 ildən sonra daha mütərəqqi texniki imkanlar yaranacaq, rahat öyrənək. Bax, belə problemlərimiz var. Ümumiyyətlə bizim bu kurqanlarımızdır, yeraltı elə bil ki, biz sərvətimizdir, tariximizdir. Bunları qazmaqla, dağıtmaqla, yəni bunlar yenidən bərpası mümkün deyil, əldə olası mümkün deyil. Bunu maddiyyatla ölçmək olmaz, yəni pulla ala bilmərik. Bu bizim tarixi keçmişimizdir. Siz bir maraqlı məsələyə toxundunuz. Bax, torpaq o qədər səxavətlidir ki, 1000 illər, 100 min illər torpağın altında qalır, insanın yaratdıkları heç olmur, dəyişmir. Necə var elə qalır. Sümük də çürümür, o əşyalar da çürümür. İndi biz arxeologlar gedib açırıq onun üstünü tədqiq eləmək üçün. 3-5 gündən sonra hava dəydi, günəş dəydi, başlayır aşınma getməyə. Bax, o da çox ciddi bir problemdir. Biz açdıqlarımızı, tapdıqlarımızı necə qoruya bilirik? Qoruya bilirikmi? Bax, son deyək ki, bir 10-12 ildə Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloji fondunun yeri 5 dəfə dəyişdirilib. Bu zirzəmidən o zirzəmiyə, o zirzəmidən o zirzəmiyə köçürülə. Yəni düzgün qoruma mexanizmi yoxdur? Hansı ki o zirzəmilərdə rütubət həddən artıq çoxdur. Orada material özü-özünə rütubət onu məhv edir. Bu bir. İkincisi, biz tapıntıları, elə tapıntı var ki, ona toxunmaq olmur. Və yaxud elə tapıntılar var ki, bəzən həftələrlə onun üstünü işləyirik, ona kleyləyirik, bərpa edir ki, görkəmini alırıq, gətirib qoyuruq, deyək ki, vitrində. İndi bu fonddan götürüb o birisi fonda aparanda birinin əlindən o birisinin əlinə düşür. Bu maşından o maşına təzədən çilik-çilik olur. Təzədən dağılır. Yəni, bax, bu özü çox ciddi bir problemdir. Söhbətin bu yerində də elə sual vermək istəyirəm ki, bax, bu danışdıqlarımız barədə aidiyyatı qurumlara məlumat verirsinizmi və onların sizə cavabları nədən ibarət olur? Hər hansı bir nəticəyə gəlmək mümkün olunmu? Müraciətlər əvvəla həmin o qurumların vəzifəsidir, borcudur. Yəni xatırlatmaq, görmədiklərini istəmirsiniz ki, görsünlər. Arxeologlar onların yadına salmasa belə, Təzadlar qəzeti, deyək ki, hansısa bir telekanal, ya sosial şəbəkə yada salmadan əvvəl onlar oradan maraqlanmalıdırlar, narahat olmalıdırlar. Əsaslar olsun ki, bir çoxları məlumat daxil olandan sonra da, hadisə baş verəndən sonra da, həyəcan təbliğ səslərindən sonra da tədbir görmür. Elə o halına təfavüt eləmir. Elə deyir, dəyirman bildiyin eləyir, çaq-çaq başına ağrıdır. Bax, inanınız ki, mən bu mövzuda danışanda əsəblərimi tənzimləyə bilmirəm. Oradan da çox ağır mövzudur. Tənzimləyə bilmirəm. Belə qeyri-ixtiyari əsəbləşirəm. Axı, niyə belə olsun? Niyə belə olsun? Biz, üzr istəyirəm, hər kəs cibindən yolda gedəndə 20 qəpik pulu düşüb yerə itəndə onu bir saat axtarı kara düşdü. Yaxşı, o boyda tarixi dəyər dağıdılsın, itsin, yox olsun. Bir neçə il bundan qabaq xəbər gəldi ki, Goranboy rayonunun ərazisində böyük bir kurqan var idi. Azərbaycan ərazisində ki, ən böyük kurqanlardan Osman Təpə kurqanı deyirlər. Osman Təpə kurqanı dağıdıldı. Kim dağıtdı? Mədəniyyət Nazirliyi, Dövlət Xidməti var. Dövlət Xidmətinin əməkdaşları orada olub, Arxeologiya İnstitutunun əməkdaşları orada olub. Rayonun icra başçısı, indi o icra başçısı Allah işini avan diləsin, yola açıq o, həbsdə yatır mənim bildiyimlə. İcra başçısına qədər orada olub. Gətiriblər ekskavatorla həmin kurqanı dağıdıb, töküblər. Bu cür yaramaz axı. Bu bir fakt deyil. Bu onlarla belə faktlar sadalamaq olar. Yaxşı, sən 1000 illər boyu qorunan, saxlanılan bu millətin, bu xalqın, bu dövlətin mənəvi, mədəni sərvəti olan
dəyərləri niyə dağıdasan? Hamının malına sən niyə sahib çıxmaq istəyəsən? Bəli. Yəni əslində bu ermənilər tarix boyu 100 illərdir ki, tariximizi saxtalaşdırmağa çalışırlar. Erməninin işi odur da. Mən burada da keçən il yox, o birisi il Şamaxı rayonunun Çələxana kəndi ərazisində böyük türbələr kompleksi var orada. Bu xəlvətilik təliminin, sufi təliminin daşıyıcılarının ora bir növ mərkəz olub. Sanki ora bir akademik mərkəz olub. Orada tədqiqat apararkən nələr bəlli oldu? Deməli, Çələxana kəndinə vaxtilə, daha doğrusu 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilər köçürülüb. Orada əvvəl kənd olmayıb. Orada əvvəl Ağarza bəyin mülkləri olub. Ermənilər gətirib o kənddə yerləşdiriblər və həmin ermənilər başlayıb Ağarza bəyin mülklərində rəncbərlik eləməyə, onun torpaqlarını əkməyə, becərməyə, bir qarın yeməyə. Sonra həmin ermənilər o ərazidə, kəndin ətrafındakı türbələri başlayıblar, söküb, dağıdıb, gətirib, özlərinə hasar tikirlər, tövlə tikirlər, neynirlər. Həmin türbələrdən bir neçəsi dağınıq vəziyyətdədir. Və bu arada həmin erməniləri bir qırğın düşür kənddə. Dalbadal bir neçə uşaq, böyük, qadın, kişi səbəb bilinmədən dünyasını dəyişir. Bunlar belə vahimə içərisində olanda bir müdrik bunları qandırır ki, ay qanmazlar, siz ora Allahın müqəddəs yeridir. O abidələr, onlar müqəddəs yerlərdir. O müqəddəs yerləri dağıdırsınız deyə ilahi sizi cəzalandırır. Sizi axıra qədər qırılasınız. Və bundan sonra həmin abidələrə toxunmurlar. O bir neçə türbə salamat şəkildə qalır. Və mən orada tədqiqat aparanda nələri şahid oldum. Təkcə türbələri söküb daşından gətirib istifadə edilmişlər. Orada çox saylı, çox nazik sənduqələr var, məzarüstü daşlar var. Hamısının üzərində yazılar var. Bu məzar kimindir, nə vaxtda aiddir, məzarda dəfn olunan şəxsiyyəti kimdir, peşəsi kimdir. Bu adətən epiqrafik mətnlərdə bu şeylər olur. Həmin məzar daşların, siz inanınız ki, onların əksəriyyəti o nadir Qarabağ xalçalarının, Şirvan xalçalarının üzərindəki bəzəklərdən də daha zəngindir. Onu usta necə mükəmməl işləyib. Yazıdan əlavə o böyük, nadir incəsənət nümunələrdir. Ermənilər həmin o kitabələri nə kök salıb. Hamısı, bax, ən iri parçaları əl boyda qalıb. Qırım-qırım verib səpələyiblər o ərazilərə. Yəni, erməni vandalizmi budur da. Məscidə gətirib Qarabağda bunu cənab prezident dəfələrlə beynəlxalq tribunalarda, böyük tədbirlərdə o erməniləri himayə edənlərin gözünə soxur ki, ay nadanlar, baxın, məsciddə donuz saxlayıblar bunlar. Məsciddən tövlə kimi istifadə ediblər. Yəni, bu ermənidir da. Ermənidən bunu, nə deyim, qoy o erməni himayə edənlər o barədə düşünsünlər. Biz erməninin kim olduğunu artıq bilirik. Qoy onu himayə edən Fransa bilsin, Amerika bilsin, Avropa bilsin ki, ermənini ovucun içində saxlayıb ondan kimlərə qarşısa alət kimi istifadə edirlər. Ümumiyyətlə, bizim bildiyimiz kimi eksponatlarımızdır, xalçalarımızdır, hamısı xarici ölkələrdə var. Məsələn, 16-cı əsrin əvvəlinə aid Şeyx Səfi xalçası vardı. Həli. O xarici ölkələrdə muzeydə saxlanır. Heydər Əliyev fondu tərəfindən səhv eləmirəmsə, onun üzü köçürülüb, müasir incəsənət muzeyinə gətirilib. Başqa... Bilirsiniz, Yasemin xanım, hər bir sahədə insan gərək nümunələrdən istifadə eləsin. Nümunə. Məsələn, Azıq mağarası kəşf olunanda dünya tarixində yenilik idi. Nə qədər ki, Qarabağ bizim əlimizdə idi, həmin rayonların birinci katibləri belə Azıq mağarasına gedib baxmadılar. Bizim mədəniyyət naziri belə gedib Azıq mağarasına baxmadı. Amma Azıq mağarası ərazisi erməni işğalından təmizlənəndən cəmisi bir neçə gün sonra cənab prezident ailə üzvlərində yığıb getdi birbaşa çıxdı Azıq mağarasına. Bu nə demək idi? Ki, ay xalqım, ay məmurlar. Bizə məxsusdur bu tariximizdir. O məmurlar ondan nümunə götürməlidirlər ki, cənab prezident getdi. Əvvəl prezidentdən əvvəl onlar getməli idi. Getməyiblər, lap yaxşı. İndi fikirləşmədilər, anlamadılar.
Cənab prezident gedəndən sonra onlar o yolu açmalıydılar. Və yaxud bir misal deyirsə, 1977-ci ildə Qəbələ Ereğlis tikilərkən oraya Mingəçevirdən paralel olaraq 2 yüksək gərginlikli elektrik xətti çəkilir. Həmin yüksək gərginlikli elektrik xətti gəlir qədim Qəbələ şəhər yeri içərisindən keçir. Layihəyə görə. Layihənin müəllifi kim olsa yaxşıdır? Azərbaycanın layihə institutlarında işləyən bir erməni qadın. O xətti imенно oradan keçirdi ki, yüksək gərginlikli elektrik xəttinin hər tərəfindən minimum bir 100 metr gərək boş sahə saxlansın. Xəttin özü bir 40 metr yer tutur. 100 o yana, 100 bir yana, getdi bu 240 metr. 240 nə qədər elədi? 480. Deməli, yarım kilometr yer abidə çox hissəsi getdi. Buraya iri texnika girməlidir, avadanlıqlar daşınmalıdır, zaman gəlib nəzarət. Abidənin içərisində halbuki texnika girməlidir. Deməli, bu əhvalat baş verib 77-ci ilin dekabrında. Arxeologlar o vaxtı bir həyəcan təbliğ qaldırdılar. Məsələ çatdı Ulu Öndərə. Ulu Öndər həmin günü dövlət komissiyası yaradır. Ali Sovet Rəyasət Heyətinin sədri Qurban Xəlilov başda olmaqla. Komissiya gedir yerində məsələni araşdırır, gəlir və arayış hazırlayıb verir Ulu Öndərin adına. Mən həmin arayışdan tanış olmuşam. Ulu Öndər həmin arayışın üstündən 2 nəfər məsul şəxsin adını qeyd eləməklə deyir ki, təcili olaraq Mərkəz Komitənin bürosuna hazırlansın. Yanvar ayının 17-sində məsələ çıxarılır Mərkəz Komitənin bürosuna. Büroya çıxarılmazdan əvvəl akademik İqrar Əliyev deyir ki, məni Heydər Əliyev qəbul elədi, deyir. Soruşdu, nə, mən deyir, izahat verdim, deyir. Mənim yanımda dövlət telefonu ilə Moskva ilə danışdı. SSR Müdafiə Nazirliyinin yüksək çinli generallarına deyir, bu elə sözlər deyir. Deyir, inanız ki, deyir, mən belə donunum qaldım ki, birinci dəfə deyir, mən Heydər Əliyevi bu dərəcədə əsəbi gördüm, qəzəbli gördüm. Belə özü də Moskvaya, generallara belə təpki ilə danışmağını gördüm, deyir. Və məsələ çıxarıldı Mərkəz Komitənin bürosuna. Orada rayon səviyyəli də, akademiya səviyyəli də, Mədəniyyət Nazirliyi səviyyəli də məmurların hamısına Ulu Öndər o vaxtı partiya cəzası verdi. Və həmin qərara uyğun olaraq Qəbələ məhz o zaman tarix və mədəniyyət qoruğu elan edildi. Qəbələ şəhər yerinin hər iki tərəfindən çay axır. O çaylar şəhəri yuyub aparır. Ora hər il rayon təşkilatların yazbaşı iməcili eləyirdilər, şaxbənd salırdılar. Şərşaq qırıb gətirib bastırırlar, düzürdülər ki, çayı sel suları abidəni dağıtmaz. Heydər Əliyevin tapşırığı ilə o ərazilərin çay hardakı abidəni dağıda bilər, geniş bir əraziyə beton bətlər salındı. Yaxşı, nümunədir da. Bəli. Nümunədir. Bax, adi bir hal baş verdi, ölkə rəhbəri bu cür reaksiya verdi. Digərləri də gərək nümunə götürsün. Dövlət başçısının etdiklərinə uyğun olaraq yerlərdə də o iş getməlidir. Ümumiyyətlə, bu yöndə, yəni ki, mədəni tarixi irsimizin qorunması yönündə bu geniş ictimaiyyətə məlumatlar verilmir. Mən deyərdim, maarifləndirmə tədbirləri görülmür. Çox. Yəni, insanlar bunu qorumağın vacibliyini bilmir. Adicə qəbristanlıqdır, orada gedib hər hansı bir özləri üçün oran dağıdırlar, nələrsə eləyirlər. Bunlar da bizim tariximizdir. Çox ciddi boşluqlar bu sahədə var. Elə baş verən cinayət halları da, dağıtma halları da əslində elə bu bir tərəfdən o qızıl axtaranların nəfsindən irəli gəlsə, digər tərəfdən cəmiyyətdəki maarifçiliyin aşağı səviyyədə olmasından irəli gəlir. Bunun üçün əlbəttə məktəblərdə, kəndlərdə, idarə və müəssisələrdə müəyyən izahat işləri aparılmalıdır. Alimlər bu işə cəlb olunmalıdır. Mədəniyyət Nazirliyi müvafiq strukturlarının nümayəndələri bu işlərə cəlb olunmalıdır. Təsəvvür eləyin ki, yol çəkilir. Hansısa Azərbaycan maşallah bu saat geniş inşaat meydanıdır. Hər yanda yol çəkilir, körpü
tikilir, kutular qazılır və bunların hər birində mütləq şəkildə bu və ya digər abidə üzə çıxır. Sizi inandırıram, orada işləyən inşaatçılar, o inşaatçılara nəzarət edən müdirlər, nə bilim, o iş icraçıları heç biri bilmir ki, abidə orada nəsə bir çöp çıxdı, bir nə bilim, tikinti izi çıxdı. Bəli. O zaman nə etmək lazımdır? Hara müraciət eləmək lazımdır? Bəli. Bax bunu dərhal, bax bunu tikintidə işləyən də bilməlidir, traktorçu da bilməlidir, ekskavatorçu da bilməlidir, iş icraçısı da bilməlidir, o şirkətin rəhbəri də bilməlidir, sahə müvəkkili də bilməlidir, mədəniyyət idarəsi rəhbərləri də bilməlidir, canım sizə desin, bələdiyyə də bilməlidir və dərhal aidiyyəti qurumlara, Mədəniyyət Nazirliyinə, akademiyaya məlumat verilməlidir, iş dayandırılmalıdır. Siz yadınızdadır, Bakı-Ceyhan xətti çəkilərkən Gürcistan ərazisində nə qədər ləngitdilər bu işi. Nədir orada 5-6 dənə tarixi mədəni nümunə üzə çıxmışdır. Dayandırdılar, ay öyrənirik, xətti yerin dəyişir, neyiniyin. Biz niyə bu cür hərəkət eləməyək? Niyə bu cür həssasiyyətlik göstərməyək? Ona görə çox ciddi şəkildə izahat işlərinə, televiziyalarda bu işə qoşulmalıdır. Təsəvvür edin ki, mən ad demək istəmirəm. Bu məsələ ilə bağlı mən televiziyalarımızdan bir neçəsinə məlumat ötürdüm. Heç biri maraq göstərmədi. Çox təəssüf. Heç biri maraq göstərmədi. Bütün günün müğənniləri yığ, orada şou, konsert, yaxşı. O da olsun, mən demirəm. Müğənni də lazımdır, şou da lazımdır, konsert də lazımdır, mədəni kütləvi tədbirlər də lazımdır. Amma maarifçilik işi də yer almalıdır bu işlərdə. Əslində, indi Qafar müəllim, verilişimizin sonuna çatırıq. Əlavə eləmək istədiyiniz hansı bir sözünüz, buradan həmin əlaqədar qurumlara, ictimaiyyətə müraciətiniz, nə demək istəyirdiniz? Vallahi, demək istədiyim çox şey var və onların hamısının kökündə, mayasında duran əsas bir məsələ var ki, tarixi, mədəni dəyərlər nəsillərin yaratdığı, bir-birindən ötürə-ötürə bizə göndərdiyi, bizə çatdırdığı və bizim də gələcək nəsillərə çatdırmaq borcu olduğumuz bir əmanətdir, bir sərvətdir. Bu məsuliyyəti hər kəs dərk etməlidir. Dərk etsə daha yaxşı olar. Və demək istəyirəm ki, mən bunu çox-çox bu ifadəni işlədirəm. Bizim tarixi mədəni irsimiz əgər yüksək səviyyədə demirəm, orta səviyyədə tədqiq edilərsə, qorunarsa, təbliğ və təşviq edilərsə, sizi inandırıram, bu uzun illər boyu Azərbaycan cəmiyyətinə, Azərbaycan dövlətinə neftdən də, qazdan da daha böyük gəlirlər gətirmiş olar. Bax, bir dəfə yolunuzu salın, Qobustan rayon ərazisində Diri Baba türbəsi var. Diri Baba, bir gün gedib Diri Baba türbəsinin yanında durasınız, görəsiz sonra nə qədər turist gəlir. Nə qədər avtobuslar gəlir. Cənab Prezidenti Allah qorusun, Baskal layihəsinin müəllifi Cənab Prezidenti oldu. Baskal quruldu, bərpa olundu, konservasiya olundu. Mən orada tədqiqatlar apardım. Baskalın, mən tədqiqata başlayana qədər Baskalın 250 ildən qabağa o yana tarixi yox idi. İlkin olaraq mən orada Baskalda 1000 illik tarixi tapdım. Qəsəbənin mərkəzində. Sonraki araşdırmalar nəticəsində tarix daha da qədimə getdi. 2000 illiyə çatdı. Və ötən il Baskal ərazisində işləyərkən mən orada deməli Azərbaycanda indiyədək məlum olan, sahəsi ən geniş olan bir qala tapdım. 40 hektar ərazisi var. Yəni bunlar bilirsiniz bizim dəyərlərimizdir. 40 hektarlıq qala Azərbaycan ərazisində bu vaxta qədər heç bir yerdə yoxdur. İndi mən demirəm yoxdur, var. Bəlkə də ondan böyükləri də var. Amma hələ ki bizə bəlli deyil. Hələ ki bəlli deyil. Və inanın ki, dünyanın böyük ölkələri var da inkişaf eləmiş. Məsələn, İtaliyanı götürək. İtaliya dövlətinin araşdırası görəsiniz, o illik gəlirinin nə qədəri turizmdəndir. Gedirsən Verona, Roma, Simeoni, Venetsiya, səhərdən axşama insan o selindən ayaq açmaq olmur, gəzmək olmur. Dünya axışır gəlir o yerlərə. Sizi inandırırım, Azərbaycan, bax, bu dərəcədə maraqlı bir ölkədir. Bütün yolların şərq, qərb, şimal, cənub o dəhlizlərinin, yollarının
hamısının qovşağıdır Azərbaycan. İnsanlar istəməsələr belə bizim ərazidən gəlib keçmək zorundadılar. Və ərazidən keçən adam harada dayanıb bir tikə çörək yeməlidir, biraz dincəlməlidir. Dincələrkən nələrəsə baxmalıdır. Azərbaycanın təbiəti gözəl, ərazisi rəngarəng, tarixi sərvətləri hər yanda. Buradan Bakıdan çıxıb Balakənə qədər gedəndə yol boyu elə yer yoxdur ki, adamı heyrətləndirən abidələr olmasın, məqamlar olmasın. Yəni bunları qorumaq lazımdır, bunları təbliğ eləmək lazımdır, bunları yaşatmaq lazımdır. Elə eləmək lazımdır ki, bunlar təkcə bizim malımız deyil, bu bəşəriyyətin malıdır. Tarixi mədəni bütün bəşəriyyətindir. Ümumiyyətlə, verilişimizin sonuna gəlib çatmışıq. Qafar müəllim, gəldiyinizə görə, belə geniş məlumat verdiyinizə görə sizə təşəkkür eləyirəm. Gördüyünüz bu yolda, bu işdə sizə uğurlar arzulayıram. İnanıram ki, çəkdiyiniz bu əziyyətlərin bəhrəsini görəcəksiniz. Bu qara arxeologiyanın çəkilənməsinə rəvac verənlər nəhayət vicdanlarının səsinə qulaq asacaqlar. Həm də qanunvericiliyimiz onlara qarşı tədbirlər görə biləcək, cəzasız qalmayacaqlar deyə daha da çəkilənməyəcəklər. İndi mən əminəm ki, o həmin qüvvələrin, həmin deyək ki, nəfsigir insanların yolun kəsənlər tapılacaq. Mən son olaraq Təzadlar qəzetinə, onun baş redaktoru Asif müəllimə dərin təşəkkürümü bildirmək istəyirəm. Göstərdiyiniz həssasiyyətə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, hər kəs öz işi ilə məşğul olmağa yaxşıdır. Hər kəs öz işinin məsuliyyətini hiss etməyi yaxşıdır. O zaman heç yanda boşluq olmaz. Bir daha təşəkkür edirəm. Mən də sizinlə sağollaşıram, əziz tamaşaçılarımız. Sizdən bir daha xahiş edirəm və tövsiyə edirəm ki, bizim kanalımıza abunə olasınız, paylaşasınız. Sağ olun, gələn görüşlərə dək.